Salam dəyərli müəllimlər. Bu gün sizlərə dəfələrlə miq və sertifikasiya imtahanına düşən bir kəsr məsələsinin iki üsulla izahını göstərəcəm. Oxuyaq məsələmizi. Südün kütləsinin 6/5-i qədər qaymaq, qaymağın kütləsinin 2/1-i qədər yağ alınır. 300 kiloqram yağ almaq üçün nə qədər süd lazımdır? Birinci bunu tənlik üsuluna, yəni x ilə yazaq. Tutaq ki, nə qədər süd lazımdır bilmirik. Biz bura yazırıq x kiloqram süd. O zaman 6/5-i qədər qaymaq alanda x-in 6/5, yəni ədədin hissəsinin tapılmasıdır da. Sadəcə olaraq x vurulsun 6/5. Bu da bərabər eləyir 6/5x qaymaq. Bunun 2/1-i qədər yağ. 6/5x-in 2/1-i bərabər eləyir 12/5x yağ. Bu bir tərəfdə də yağı bizə tam olaraq 300 verib. Demək, 12/5x-i bərabər 300-ə bərabər eləyəcəksən. X də bərabər 300 bölünsün 12/5. X də bərabər tərsinə vuracaqsan. 300 vurulsun 5-də 12. 5 5-ə 1. 305-ə demək 60. 60-da 12 vuranda 720 kiloqram. Burada 720 kiloqram cavab B variantı. Bunlar sentrlə verilib, qarışdırmayaq. İndi bu x-ləndir. Bəs x-siz necə yazardıq? Sondan getməklə. Sondan necə gedəcəyik? Baxın. Bizə deyir ki, qaymağın kütləsinin 2/1-i qədər yağ alınır. Burada da 300 kiloqram yağ verib. Onda bizdə nə qədər qaymaq olub ki, bunun 2/1-i 300 eləyir? Hissəsinə görə ədədin tapılması. 2/1 hissəsi 300 olan ədəd. 300-ü bölürəm 2/1-ə, tərsinə vuracaqsan, elədi 600. İndi südün də kütləsinin 6/5-i qədər qaymaq. Bu qaymaq 600-dür. Süd nə qədər olub ki, onun 6/5-i 600 eləyir. Təzədən yenə 6/5-i 600 olan ədədi tapacağıq. Təzədən yenə 600-ü böləcəksən 6/5-ə, tərsinə vuracaqsan 5-də 6. 5 5-ə 1, 120, 120-də 6-ya vuranda 720. Həm x-lə, həm də sondan gedib kəsr hissə nümunəsi kimi yaza bilərik. Doğru cavab B variantı.